muqaddas şənbə günündə İsa Yahudilərin bir ibadətgahına təlim verdi. Bir arvad oradaydı ki bir şər ruh 18 ildə ki onu əlil etmişdi. Belə əyilmişdi o şaq tura bilmirdi. İsa onu görəndə onu ziyanına çağırdı və dedi: "Arvad, sən az əlilliyindən azad oldun." Ondan sonra İsa az əlini arvad üstünə qoydu və elə o an arvad şaq turdu və tarih həmd و ثنا etdi. Amma ibadətgahın rəisi bundan ki İsa şənbə günündə o arvadı şəfa vermişdi, qussalanı و xalqa dedi: "Haftada 6 gün iş görmək çə təyin olunmuş. O günlərdə gəlin ya şəfa tutin, nə şənbə günündə." Rab İsa ona cavab verdi və dedi: "Ey ikiyüzlülər, sizin aranızda biri bulunur ki şənbə günündə sığırını ya da əşyayını açmıyor və onları yazıya aparmıyor ta onlara su verə? Pes nə eyb var ki bu arvaddır ki İbrahim peyğəmbər soyundandır و 18 ildə ki şeytan onu گرفتار etmişdi, şənbə günündə bu əsirlikdən azad ola." İsa bu gəpləri deyəndə onu ilə zidd olanlar xicil oldular. Amma bütün xalq İsa gördüyü şəvkətli işlərdən şadlıq edirlərdi.